أعوذ بالله من الرجيم الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد اللهم صل على محمد واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي صدق الله العلي العظيم. أما بعد يا عباد الله أوصيكم ونفسي بتقوى الله واتباع أمره ونهيه. Hoş gördük aziz değerli mümine bacılar ve mümin kardeşlerimiz. Bugün cümedir. Cümeniz ve cümemiz mübarek olsun inşallah. Cümede cem olduğumuz kimi Allah Teala bizleri öz evinde, öz cennetinde cem eləsin. Her zaman olduğu kimi ilk önce özümü ve sonra sizleri ilahi təqvaya riayet eləməyə dəvət eləyirəm. Allah'ın əmrində möhkəm olaq, Allah'ın halalın halal, haramın özümüz üçün və gələcək nəslimiz üçün əbədi haram bilək. Bugün xütbəmizin mövzusu namazla bağlı olacaq. Namazın fəlsəfəsi və psixoloji təsiri. Qısa olaraq bir neçə məqamları mən sizlərlə bölüşmək istəyirəm. Və bugün o mövzunu ona görə seçdim ki, cəmiyyətimizdə bəzən belə bir fikir, belə bir tendensiya irəli sürülür. Və bu da get-gedə qloballaşır, çoxalır və bu gələcəkdə də bəzi insanlarda böyük bir narahatçılıq yarada bilər. Qeyd etdiyim namazın fəlsəfəsi və onun psixoloji təsiri, ilk öncə biz hər bir sözümüzü Qurana istinad edirik. Quran-ı Kərim bizim üçün əsasdır, əsas xətdir və bizə yol göstərən bir ilahi kitabdır. İnsanlar arasında bu söhbət get-gedə böyüyür. O mənada deyirəm ki, bizdən sonraki gələcək nəsil və nəsillər 10 nəfərin 5-i təbii ki, buna inanacaq və əməl edəcək. Nədir o? Adamlar belə bir fikirlə öz ürəyində bir rahatçılıq yaradırlar. Filan kəs yaxşı adamdır, ürəyim düzdür, səxavətli adamdır, verən əli var, namaz qılmasa da olar. Yəqin ki, sizlər də bunu eşitmişsiniz və ya bunun canlı şahidləri olmuşsunuz. Görək bu söz nə dərəcədə doğrudur? Dediyimiz fikirləri Quran təsdiq edir ya yox? Mən bunu Quran-ı Kərimlə izah eləmək istəyirəm. Mənim ürəyim düzdür, namazda qılmasam olar. Filan kəs verən əli var, bilirsən nə sədəqələr verir, zəkatlar verir, namaz qılmasa da olar. Və yoxdur, mənim ürəyim düzdür. Belə çıxır ki, ürəyi düz olmayan, ürəyi təmiz olmayanlar namaz qılır. Belə çıxırdı onların dediyindən. Bu absurd bir yanaşmadır. Amma Quran-ı Kərim Əl-Bəqərə surəsinin 110-cu ayəsini mən ərəbcə oxumaq istəyirəm və tərcüməsini də deyəcəyəm. Bismillahirrahmanirrahim. Və əqimus-salah və atuz-zəkah və mə tuqaddimu li-ənfusikum min xeyrin təciduhu indəllah. İnnəllaha bimə tə'məlunə bəsir. Tərcüməsi belədir. Allah Teala buyurur, namaz qılın. Bu əmrdir. Əqimus-salah, namaz qılın. Və atuz-zəkah, zəkat verin. Və mə tuqaddimu li-ənfusikum min xeyr təciduhu. Özünüz üçün nə yaxşılıq etsəniz, onu Allah yanında taparsınız. Görün nə gözəl sözdür.
özünüz üçün nə etsəniz, və ma tuqaddimu li anfusikum, özünüz üçün, özümüz üçün nə etsək, onu Allah yanında tapacaq. Allah onu qaytaracaq sizə. Zərrə qədər pisliyi də etsən, zərrə qədər yaxşılıq da etsən, bu sənə qayıdacaq. Sən düşünmə ki, elədiyin hər hansı bir hərəkət sənə qayıtmayacaq. Kimi necə ittiham eləmisənsə, səni də o cür ittiham edəcəklər. Sən kimə özündən aşağı baxmısansa, sənə də o cür baxacaqlar. Sən kimə qarşı təkəbbürlük etmisənsə, sənə də qarşı ego təkəbbürlük irəli sürüləcək. Bu dünyanın nizamıdır, dünyanın işi belədir, balansı belə qurulub. Və düşünməməliyik ki, bu günləri mənim yaxşı miniyim var, yaxşı evim var, rifahın içindəyəm, əmniyyətin içindəyəm, bu cür düşünməmək lazımdır. Yəni biz avtomobilimizdə oturub, avtobusdan, nəqliyyat vasitəsi ilə hərəkət edən insanlara biz baxmamalıyıq ki, deməli, o məndən aşağıdır, xeyr. O məndən aşağıdır, yox. Bəzən də işıqforlarda, svetofor deyirik də, işıqforlarda dayananda özündən də aşağı hətta bir maşın olmuş olsa, özün-özündə bir təkəbbür yiyib. Bir də sonra işıqforda qırmızı sönəndə, yaşıla keçəndə bir dənə də bir farsaj belə deyim də vurur, güya bu bərkədən qaqaşdı, bərkədən oğlandı. Biraz dilimizdə danışaq, gənclər burada var. Xeyr, sən özünü kimə göstərirsən? Sən bununla nə etmək istəyirsən? Bu sənin özünə qayıdacaq. İn əhsəntum, əhsəntum li anfusikum. Quran buyurur ki, nə yaxşılıq eləyirsənsə, bu yaxşılıq özünüzdəndir. Özünüzə qayıdacaq. Pislik də özünə qayıdacaq. Yaxşılıq Allahdan, pislik isə şeytandandır. Aleykümselam. Peyğəmbər zamanlı salavat zikr eləyəyim. Allah Teala buyurur ki, yaxşılığı özü üçün edirsiniz, mənim üçün eləmirsiniz. Sədəqə verirsiniz, zəkat verirsiniz, qəlb sevindirirsiniz. Küçədə görəndə bir adam möhtacdır, onun ehtiyaclarını təmin etməkdən ötəri əlində olan resurslardan, imkanlardan istifadə edirsən, bu sənə qayıdacaq. Onun duası sənə yetərlidir. Ehtiyac yoxdur. Mən Allah üçün eləmişəm. Allah üçün eləyən çox şeylər var ki, o gizli qalır. Allah yanında tapacaqsan, İnnəllah alimun bima tə'maluna bəsir. Allah sizin və bizim əməllərimizi görür, eşidir, bilir. Hərəkətlərimizdən, şah damarımızdan yaxındır. Deməli, nəticə itibarilə namaz yaxşı əməllərin başlanğıcı kimi təqdim olunur. Necə ola bilər? Mən Hacı Surxay olaraq namaz qılımım, zəkat verim, qəlb sevindirim, nə qədər imkanlarım varsa Allah verdiyi mənə puldan istifadə edib, sərf edeyim Allah yolunda, mən deyim ki, mənim namazım yoxdursa, mənim bu qədər yaxşılığım var. Mən demirəm, bu cür bizi başa düşmün və məni bu cür anlamın ki, mən yaxşılıq eləməyin əleyhinə deyiləm. Yaxşılıq eləyəni Allah mükafatlandıracaq. Mən bunun əleyhinəyəm ki, mən namaz qılmım, yaxşılıq eləyim. Bu yaxşılıq namazdan üstündür, belə bir söz yoxdur. Onda mən də sizinlə bir tarixi hadisəni müzakirə eləyim qısa. Biz İslamı, şəriəti kimdən öyrənmişik? Peyğəmbərdən. Bizə dini Peyğəmbər gətirdi, Qur'an vasitəsilə. Deyir, Peyğəmbər Rasulullah o qədər namaz qılardı, gecə, səhərə qədər çox zaman namazlarda ayaqları şişərdi. Onda Peyğəmbər namaz qılmayaydı,
Allah'a sığınıram bu sözə görə, Allahdan bağışlanmağını istəyirəm. Namaz qılmayaydı, Peyğəmbərin verən əli var idi, sədəqəsi çox idi. Peyğəmbər xumsundan, zəkatından paylayardı möhtaclara, yardım edərdi. Amma Peyğəmbər namazın çox qılardı. Bir dəfə sahabəsi soruşur ki, ya Resulallah, bu qədər namaz qılmaq olar. Dedi, niyə mən Allahıma layiqincə şükür etməyim? Allahın mənə verdiyi bu nimətlərin müqabilində layiqincə təşəkkürümü niyə bildirməyim Allaha? Allah bu qədər mənə nimətlər verib. Mən istəyirəm, layiqli bənd olam Allaha. Layiqli bənd olmaq üçün nə etmək lazımdır? Göstəricilərin olmalıdır. Oğul evdə atanın fikrini, atanın ürəyində olan istəklərini həyata keçirməkdən ötəri oğul deyir ki, mən atamın iradəsini, istəyini nəzərə alaraq atam məndən razı olsun, bütün həyatda sıxıntılara, çətinliklərə rəğmən dözür ki, ata bir dəfə ona desin ki, Allah səndən razı qalsın. Ana bir dəfə desin ki, oğul, Allah səndən razı qalsın. Amma elə bilmin, Allah razı qalsın, bu böyük sözdür. Bunun üçün zəhmət lazımdır, gecə-gündüz işləmək lazımdır. Heç kim, heç kimə boş-boşuna təşəkkür eləmir. Əgər sənin xidmətlərin olmasa, sənə təşəkkür eləməyəcəklər, deyəcəklər ki, tənbəldir. Bu adam iş görən deyil və bir nəfər də bunu istəyir ki, yanına şofer götürsün, sürücü götürsün, bağban götürsün və yaxud işə götürsün, şöbə müdür eləsin. Soruşanda ki, filan kəs, bu səninlə çox münasibət qurur, bunu ailənin içinə buraxma olar ya yox? Deyir, yox, yaxşı oğlandır, amma tənbəldir. Yaxşı oğlandır, bu yadda qalmır, amma tənbəldir, o yadda qalacaq. Deyəcək, mənim zihniyyətimdə yaxşı oğlandır, amma tənbəldir. Mənə tənbəl, sabahları oğru girəndə bu yatacaq orada, mən nə indirəm o yaxşı oğlanlığın? Gərək ayıq olsun. Mənim namazım yoxdursa, təsəvvür edin, bir paravoz, ya bir qatar, ya bir nəsə, bir mexanizm götürək. Əgər o həmən qatara ərzaq vuraq, yük, indi hər hansı bir meyvə, o paravozu idarə eləyən, o qatarı, vaqonu idarə eləyən bir sürücü olmasa, o mal orada məhv olacaq ya yox? Sürən olmasa, idarə eləyən olmasa, o gedib hansısa bir məmləkətdə o satıla bilməyəcək, məhv olub gidəcək, zəhmət də zay olacaq. Əgər namaz yoxdur, bax, yaxşılıqlar da belədir. Sürücü o məkana aparmalıdır. Bizim namazımız olmalıdır. Çünki Allah buyurur, namaz qılın. Namaz qılın. Ona görə yaxşılıq namazın yerini verə bilməz. Yaxşılıq namazın yerini tuta bilməz. Amma namazsız da edilən yaxşılıq dəyərsiz də deyil. Bu yaxşı sözdür. Deməli, namazın yerin o yaxşılıq tuta bilməz. Namazsız edilən yaxşılıq da dəyərsiz də deyil. Namaz Allahla bağlıdır. Bax, mən namaz qılıram, Allahla rabitəmi düzəldirəm. Yaxşılıq kimlə bağlıdır? İnsanlarla. Deməli, namazı qılırıq, Allahla rabitədədir. Yaxşılıq eləyirsən isə o insanlarla bağlıdır. Fərqi görürsünüz? Allahla mən bağımı düzəltməsəm, Allahla əlaqələrimi, bağlantılarımı düzəldə bilməsəm, əminliklə deyirəm, insanlarla münasibətimi gec-tez qıracağam. Mənim əgər namazım Allahla bağlantıda, münasibətdə düz deyilsə və yaxud mən Allahın əmrini yerinə yetirmirəmsə, insanlara nə qədər yaxşılıq etsəm belə, o bir zaman o rabitə qırılacaq. Adi bir dənə söz. Allah ölənlərə rəhmət eləsin, qalanlara can sağlığı versin. Biz valideynlərimizlə qürurlanırıq. Valideynlərimizlə öyünürük. Fərqi yoxdur. Mənim atam namaz qılıb qılmır, fərqi yoxdur.
Övladın haqqı yoxdur deyə ki, mənim atam namaz qılıb ya qılmıb. O sənin məsuliyyətin deyil. Və sənin sorumun da deyil bu barədə. Mənim atam qılıb qılmıb. Qılıbsa yaxşıdır, qılmıbsa. Belə bir övladın haqqı yoxdur, günahdır. Amma atasına ağ valideyn olan, anasına ağ valideyn olan, necə sən başqasını özüvə dost tutub onu evə buraxa bilərsən? Bu adam biyoloji varlıq atadan imtina edib, atanı müqəssir bilir. Bəzi oğlanlar var deyir, atam mən üçün nə edib, anam mən üçün nə edib, ata sən üçün nə etməli idi ki? Mən nə etməli idi ata sən üçün? Mən üçün ata nə edib, nə etməli idi? Bu sualı mən özüm, atam məni dünyaya gətirib, imkan dairəsində yedizdirib, təhsil verib, oxutdurub, gətirib, qalan şeylər sənin idi. Atan sənin əlindən tutub 25 yaşda gəlib bir qapıda dayanmayacaq ki, xahiş eləyirəm, bunun istedadını çoxaldın. Atalarımız əlimizdən gələn imkanları bizim üçün edib, amma sən nə etmirsən atansın? Heç bu sualı verdin? Ölkən üçün nə etmirsən? Bəzi adamlar var, indi bəzi oğlanlar var, Qarabağda qazidirlər, onlar səsini çıxarmırlar. Bəzi adamlar var ki, heç xidmətləri yoxdur, elə danışır ki, elə bilirsən ki, bu gedib hələ Şuşanı bu fəth eləyib. Sənin haqqın yoxdur danışmağa, çünki fəaliyyətin yoxdur. Sən fəaliyyətsizsən, boş-boş danışmağa çayxanada nə var? Gedəsən, oturasan qəlyan qarşında, gedəndə də 20-30 manat orada hesab verəcəksən, otur, dünyanı başda təhlil eləməyə. Sən psixoloq deyilsən, politoloq deyilsən, siyasətçi deyilsən, dinşünas deyilsən. Bəzi adamlar var, görürəm, xütbələr eləyirlər, çıxışlar eləyirlər. Mən özümə baxıram, indi videolara baxıram, deyirəm, yaxşı, o özüm belə adlandırır, onda mən kiməm görəsən? Mən ədəbiyyatdan dərs deyə bilmərəm, çünki mən onun müəllimi deyiləm. Mənim üzərimə düşən vəzifə, Allah buyurur ki, namazı qıl, ibadəti və elə, yaxşılığı və elə filan, bu sənin üçün xeyirli olan bir şeydir. İndi bunun mənəvi tərəfidir, psixoloji tərəfi nədir? Çünki mən psixoloji baxımından da dedim ki, bir iki şey deyim. Namaz bizim daxili nəzarət mexanizmi yaradır. Mən namaz qılanda deyirəm, aha, yalan danışmaq olmaz. Nə deməkdir bu? Daxili nəzarət mexanizmi yaradır. Yəni, oğurluq eləyə bilmərəm, yalan danışa bilmərəm, adam allada bilmərəm, zina eləyə bilmərəm. Çünki mən namaz qılıram, mənim daxilim təmizlənməlidir. Yaxşılıq isə xarici davranışdır. Bir adam yaxşılıq eləyir, özün yaxşı aparır ki, çünki cəmiyyət bunu yaxşı kişi kimi tanıyır. O, xarici nəzarətdir. Nəzarətsiz davranış uzun müddətli olmur. Əgər bir adam özünü kontrol edə bilmirsə, bu adam bu nəzarətini itirəcək. Və iki kəlmə ilə də və iki ayə ilə də istəyirəm fikrimi bununla tamamlayam. Bəzən deyirlər ki, hə, filan kəsin əməli zay olur. Filan kəs filan şey eləməsə əməli zay olur. Quran-ı Kərim buyurur ki, Maidə surəsinin 5-ci ayəsində və mən yəkfur bil iman fəqəd habitə əməluh və huvə fil axirəti minəl xasirin. Quran-ı Kərim buyurur ki, əməl o zaman zay olur ki, küfür və şirk halında olasan. İmanı da, bütün əməllər zay olur ki, çünki mən namazı inkar eləyirəm. Bir var deyəm ki, namaz qılmıram, o ayrı şeydir. Namaz qılmıram. Ola bilər qılmıram, inşallah sabah qılaram. Amma bir kərəmi deyirlər ki, əşin namaz bizlik deyil. Sən deməli nə edirsən? Küfr edirsən, şirk edirsən. Şirk və küfrün də biri budur ki, imanı da bütün Allahın buyurduqlarını sən küfr edirsən. Bizim əsas meyarımız imandır. Biz ola bilər ki, bu günləri günah olaraq nəysə bir şey eləməmişik. Amma o anlama gəlmir ki, biz küfr eləyək. Əstəğfirullah. Biz o zaman o küfrün içinə girə bilərik ki, namazı inkar eləyək. Namazsız yaxşılıq təməl olmayan bina kimidir, tez dağılacaq. Bax, yaxşılıq eləyin, əl tutun, bu yaxşı şeydir. Namaz olmasa, elə bil bir binanın bünövrəsi zəifdir, fundamental zəifdir. Ayaqdadır,
Amma hər an uçmaq təhlükəsi var. Ona görə mən bu iradlara cavab verdim qısa olaraq. İradlardan da cavab budur ki, biz öz nəticəmizi çıxardaq. Yəni mənim ürəyim təmizdir, yaxşı əməllər eləyirəm, namaz olmamalıdır. Belə bir şey yoxdur. Namaz yoxdursa, rabitələr Allahla yoxdursa, bu yaxşılıqların fonunda insan bir yerə çıxa bilməz. Bir də ümid yerimiz var ki, Allahımız bizi bağışlayar. Biz Allahımıza ümid edək ki, bilmədiyimiz xətalar varsa, inşallah o xətaları da düzəldək və çalışaq ki, namazımızda möhkəm olaq, yaxşılığımızda möhkəm olaq. Çünki bizi qarşıdan mübarək, rəhmət ayı, bərəkət ayı, bağışlanma ayı gözləyir. İnşallah Allah bizi o aya nəsib etsin inşallah. Allah Teala bizi iman əhəllərindən qərar versin. Gələcək günlərimizi xeyr eləsin. Akibətimizi, axirətimizi xeyr eləsin. Allah Teala bizi namus, imtihan, o ki namusla hər zaman deyir ilahi, bizi imtihan etmə. İlahi, namusumuzu qorumaqda əgər bizim gücümüz çatmırsa, bizim namusumuzu qoru və namus üstə imtihan etmə ya Rabbim. İlahi, torpaqlarımız, elhamdülillah, bütünlükdə, bütövlükdə Azərbaycan torpağı, Qarabağ daxil əlimizdədir. Minarələrdən azan səsləri gəlir. Respublikamızın bütün cüşələrində inkişaf var və Allah Teala bu inkişafı, bu azanı bizdən almasın. Dünyada müharibələr gedir, münaqişələr gedir, nahaq qan tökülür. Ey mənim Rəbbim, Quran-ı Kərim buyurur, haqla batilin savaşı sonda haqqın qələbəsidir. İlahi, müharibəni yer üzündən götür. Bizi alçaqların, şərəfsizlərin, imansızların qarşısında əymə ya Rabbim. Övlad olmayanlara övlad lütf elə. Xəstələrimizə, anamız daxil, ilahi o xəstəyə və bütün xəstələrimizə acil şəfalar ver. İlahi, ümidimiz sənədir. Günahlarımız çoxdur, bilirəm. Amma nə qədər günah eləsək, bir dənə ümid yerimiz var ki, bütün qapılara getsək, qapılar bağlansa bir dənə sənin qapın açıqdır. İlahi, rəhmət qapıdır. O qapıdan bizi qovma ya Rabbim. Bizi dostlarımızın yanında, valideynlərimizin yanında baş aşağı eləmə ya Rabbim. Üç rəyli bayrağımızı dünya bayraqlarının içində uca elə. İmam-ı Zamanın zuhurunda təcil elə. Bizlər İmam-ı Zamanın layiqli əsgərlərindən qərar ver. Dualarımızı qəbul elə və son cümələrdən qərar vermə ya Rabbim. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahu səməd, ləm yəlid və ləm yulad və ləm yekun lahu kufuvan ahad. Salavat zikr eləyək.